bir uşağın üzərində saxlamalı deyilik. Çox məsələlər var, aydınlaşdırılmalıdır. Elə bizim telefon bağlantımız olmalıdır. Psixoloq İlhamə Mustafayeva bizim hazırda telefon bağlantımızdadır. Hər vaxtınız xeyirli olsun İlhamə xanım. Hər vaxtınız xeyir olsun İmam bəy, xoş gördük. İlhamə xanım, hər halda məlumatınız var. Hazırda bugün səhər saat 09:10 radələrində 10-cu sinif şagirdinin liseydə baş verən insidentlə bağlı danışırıq. İlhamə xanım, ümumi olaraq birinci sualımız belə olsun. Məktəblərdə və yaxud da liseylərdə psixoloqlar tərəfindən həqiqətən uşaqla hər hansı bir profilaktik söhbətlər aparılırmı? Ümumiyyətlə, bu sahədə işlər düşünürəm ki, aparılır. Burada psixoloqun təkliyi və şagirdlərin çoxluğu məsələsi düzdür, bu aktual bir məsələdir. Amma düşünürəm ki, problemli uşaqlar da diqqətdə saxlanılmalıdır, nəzarətdə saxlanılmalıdır. Təbii ki, psixoloq o uşaqlarla məşğul olmamalıdır, amma psixoloq uşaqları yönəltməlidir. Əgər hər hansısa bir problemli uşaq görürsə, mütləq psixoloq bunu müxtəlif mütəxəssislərə yönləndirilməli və ailənin xəbəri olmalıdır, məktəb direktorluğunun, sinif rəhbərinin, yəni əlaqəli şəkildə bu uşaqda problem olduğu haqqında məlumat mütləq bildirilməlidir. Əksər hallarda biz belə faciələrlə rastlaşırıq, dərslər olsun ki. Bu baş verən hadisələr ümumi son biz bir həftəyə nəzər yetirdikdə elə Ağcabəddə 12 yaşlı uşağın digər 7 yaşlı uşağa 19 bıçaq xəsarəti yetirməsi, elə Sumqayıtda yaxın 2 gün ərzində məktəblər arasında davadalaş. Niyə bu qədər uşaqlar gərgindir İlhamə xanım? Niyə bu qədər agressivdir? Çünki onlar öz enerjilərini normal şəkildə çıxarda bilmirlər. Təbii ki, söhbət oğlan uşaqlarından gedir. Burada sağlam şəkildə enerjilərini çıxartması mühüm rol oynayır ki, uşağın, məsələn, həyətdə, bacada, əvvəllər necə idi, uşaqlar oynayırdılar və yaxud da ki, uşaqlar hansısa bir idman növlərinə yönləndirirlər. Təbii ki, agresiv xarakter daşıyan yox. Və yaxud da ki, uşaqlar evdə iş görürdülər, yəni belə sadə dillə izah edildikdə, hansısa bir əmək fəaliyyəti ilə məşğul olurdular. Adi evdə hansısa bir işlərin görülməsinə yönəldirdilər, təsərrüfatda. Amma indi bütün bunlar yoxdur. Sosial şəbəkələr var, telefonlar var, kompüterlər var və burada artıq hərəkətsizlik, yəni bütün enerjinin yığılması və sonra da yığılmış bu enerji belə bir faciələrə gətirib çıxardır, təəssüflər olsun ki. Burada daxili agresiyadan da söhbət gedir, təbii ki. Yığılmış daxili agresiya, məsələn, bu idrak edildiyindəki bu faciə. İlhamə xanım, bəli. Bir sualım da var sizə. Bu sosial şəbəkədəki oyunlar, ümumiyyətlə kompüter oyunlar uşaqların psixologiyasına necə təsir eləyir? Bəli, təbii ki, bunun da mənfi təsərrüfatları var. Bu da uşaqlara mənfi təsirlər göstərir. Eyni zamanda sosial şəbəkələrdəki dırnaqarası qəhrəmanların uşaqlara təsiri, özlərini qəhrəman hiss eləmək istəyirlər. Məsələn, bu yeniyetmənin müəllimə qarşı bu faciəni törətməsi məsələsi də elə bu zəmindədir ki, o da özünü qəhrəman kimi göstərmək istəyir. Başqa cür özünü təsdiq edə bilmir. Bu yöndə seçilmək üçün, yəni burada bir seçilmək arzusu var, seçilmək istəyi var. Təəssüflər olsun ki, bu cür reallaşdırır. İlhamə xanım. Sizin sualınızın cavabı olaraq, bəli, sosial şəbəkələrin mənfi fəsadlarını və nəticələrini görürük. 10-cu sinif şagirdinin məktəbə ov tüfəngi gətirərək öz müəlliməsinə xəsarət yetirməsi nədən xəbər verir? Ümumiyyətlə, bu birinci ondan xəbər verir ki, İmam bəy, burada bir mühafizəçilər hara baxır, ümumiyyətlə uşaqlar nəzarətdən kənar, yəni necə bu ov silahını məktəbə keçirdə bilib. Bax, birinci sual bu sualdır. Yəni, burada mühafizəçilərin orada rolu və uşağın bunu keçirə bilmə imkanı birinci bu araşdırılmalıdır. Yəni, məktəb bilmirəm, orada idarə ümumiyyətlə necədir ki, uşaq rahatlıqla bunu eləyə bilir. Yəni, bu artıq birinci inzibati məsələdir. Yəni, ikinci məsələ isə burada yığılmış bir agresiyadan söhbət gedə bilər. Uşağın həmin müəllimlə qərəzli münasibəti, müəllimin biz bilmirik, uşağa hansısa bir bəlkə şəxsiyyətinin alçaldılması yönümündə olan məsələlər. Yəni, burada qaranlıq nüanslar çox olduğu üçün. Amma bu ondan xəbər verir ki, bu düşünülmüş bir addımdır. Yəni, impulsiv bir hərəkət deyil ki, uşaq anidən bu hərəkəti etsin. Uşaq bunu düşünüb və bunun üçün plan tərcih edib və sonda bunu reallaşdırıb. Görünür ki, həmin bu uşaqda daxili güclü bir agresiya olur. Mən o uşağı da tanımıram, valideynlərini də tanımıram. Bəlkə bir problemdə ailənin övladıdır. Bəlkə o uşaq dinlənilməyib, başa düşülməyib valideynlər tərəfindən.
və yaxud da ki, müəllimlər tərəfindən, xüsusilə də bu uşaqda çox güman ki, problem olub, uşağın özünün problemi olub, bu problem araşdırılmayıb, lazımı mütəxəssislərə yönləndirilməyib. Yəni, İlhamə xanım, bəli. yaşla bağlı keçid dövründə olduğuna görə bu kimi düşüncələrdə ümumiyyətlə müəyyən dəyişikliklər olub, belə hadisə törədə bilərmi bu 10-cu sinif şagirdi? Bəli, təəssüflər olsun ki, özlərini belə dırnaqarası qəhrəman kimi göstərmək üçün, seçilmək üçün, özünü sübuta yetirmək üçün yeniyetmələr bu cür addımları atırlar. Bunu da ki, problemli yeniyetmələr atır bu addımları. Yəni, normal psixikası yerində olan yeniyetmə bu addımı atmayacaq. Burada artıq o uşaq ciddi, belə deyim də, həmdə müalicə alınmalıdır. Bunu düşünürəm. Yəni, özünü sübuta yetirmək istəyindən yaranır. Amma yenə də deyirəm ki, bu sağlam olmayan bir yeniyetmənin psixikasından söhbət gedir artıq burada. Bir də belə, buyurun. Belə hallarda yalnız biz nəticəni görürük də, amma əvvəlcədən hansı xəbərdar edici davranış ola bilər ki, biz uşaqda onu hiss etməmişik və yaxud psixoloq hiss etməyib, məktəbin müəllimi hiss etməyib? Bəlkə daxili yığılmış bir agresiya olub ki, uşaqlar bunu gizlədə bilirlər. Biz uşağı tanımadığımız üçün bu sadəcə fərziyyələr edə bilirik. Ola bilsin ki, bu görməməzlikdən gəlinib, yəni uşağın bu davranışları hər kəsə önlük kimi qələmə alınır. Bəlkə hansısa bir təbəqədən olan bir uşaqdır ki, mənim sözüm qanundur, mən istədiyim hər hərəkət edə bilərəm və yaxud da ki, o sizin dediyiniz kimi görünmür, gizli şəkildə yığılan bir agresiyadır ki, bugün biz onun nəticəsini görürük. Buna görə də uşağı tanımadığımız üçün əvvəlcədən mənim üçün də bildirmək burada biraz çətindir. Bir də İlhamə xanım, bu sosial şəbəkə asılılığı problemin ən böyük problemdir də hazırda yeniyetmələr üçün. Belə olduğu halda valideynlər uşaqda yaranan problemləri və yaxud da sosial media asılılığını necə görsünlər və onlarla necə söhbət aparsınlar ki, sonu ağır nəticələrə gətirib çıxarmasın ki, biz bugün ağır nəticələrin hadisənin təfərrüatlarından danışırıq, faktlardan danışırıq. Təəssüflər olsun ki, bu artıq bizim bütün cəmiyyətimizdə bu hallar var. Uşaqların sosial şəbəkələrdə aktiv olması, xüsusilə yeniyetmələrin. Çünki onlar özlərini araşdırırlar, araşdırma dövrüdür, öz identifikasiyasını tapma bir mərhələsini keçirdirlər yeniyetmələr. Hara aid olduqlarını tapmaq istəyirlər. Buna görə də uşağın düzgün şəkildə istiqamətləndirilməsi, yönəldirilməsi lazımdır və ilk öncə də başa düşülməsi, uşağın istək və arzularını başa düşmək çox önəmlidir. Xüsusilə yeniyetmələrin fikirlərinə hörmətlə yanaşmaq, onları bir anlamaq, dərslərinə şərik olmaq, ən azı dinləmək lazımdır. Çünki bəzən də valideynlər ancaq mən deyən olmalıdır, mənim fikrim doğrudur, sən bu fikirlə razılaşmalısan, bu cür hərəkət eləməlisən davranışları ilə və hərəkətləri ilə uşaqlarına belə agresiyalar yüklüyürlər. Buna görə də valideynlər nəzərə almalıdır ki, yeniyetməlik yaş dövrü özünü axtarma yaş dövrüdür, özünü tapma yaş dövrüdür. Onların öz fikirlərinə hörmətlə yanaşmasıdır. Məsələn, əgər uşaq açdığı şəkildə bu asılılıqları varsa, biz onunla oturub söhbət eləmək, sən bu nəyin boşluğunu doldurursan, orada sənə, yəni sənin tələbatın nədən ibarətdir ki, sən bu qədər sosial şəbəkələrdə vaxt keçirirsən, lazım gəlsə bir mütəxəssisə yönəltmək. Çox güman ki, o duyğularını yığında, yəni sosial şəbəkələrdə, özünün həyatında yerində olmayan bir məsələlər var, nüanslar var və vaxt bolluğu var. Çox güman ki, bu uşağın dərsdən yayınır və yaxud da ki, məsələn, istədiyi bir sahədə hansısa bir fəaliyyət növünə gedə bilmir və s. nüanslardan dolayı, yəni onun vaxt çoxluğundan dolayı həmin bu sosial şəbəkələrdə vaxt keçirdirlər. Son olaraq sizə belə bir sual ünvanlayaq. 10-cu sinif şagirdinin bu əməli törətməsi, biz deyə bilərikmi bu uşaqda hər hansı bir psixoloji problem var? Yəni bunu ümumiyyətlə psixologiyası sağlam olan bir adam edə bilərmi? Düşünürəm ki, bəli, burada artıq problemlər var. Bu mütləq bu artıq mütəxəssislərə yönləndirilməlidir bu uşaq. Orada təbii ki, bir nüanslar var, psixoloji nüanslar var ki, mən bunu təbii ki, bundan bildirməyim etik olmazdı, amma mütləq bunlar araşdırılmalıdır. Təşəkkür edirik İlhamə xanım, minnətdarıq. Bəli, əziz izləyicilər. Çox sağ olun İlhamə xanım. Bizimlə telefon bağlantısında psixoloq İlhamə Mustafayeva idi. Bilirsiniz, məlumatınız var. Bir daha da sizin diqqətinizə çatdıraq.